Son zamanlar sosial şəbəkələrdə Azərbaycanda səfərbərliyin elan olunması ilə bağlı xəbərlər yayılıb. Güya səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidməti Respublika üzrə səfərbərlik elan edib. Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətindən SİA'nın sorğusuna cavab olaraq bildirilib ki, səfərbərliyin elan olunması Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında Azərbaycan Respublikasının qanununun 3.2 bəndinə əsasən səfərbərliyin elan olunması barədə Azərbaycan Respublikası Prezidentinin qərarı dərhal kütləvi informasiya vasitələri ilə, bu mümkün olmadıqda isə başqa üsullarla yayılır. Hazırda Azərbaycan Respublikası Prezidenti tərəfindən səfərbərliklə bağlı hər hansı sərəncam verilməmişdir. Astara və Leyik dağlarından yığılan bu bal min bir dərdin dərmanıdır. Arıçı daşqının 100% səvi balını əldə etmək üçün ekrandakı nömrə ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Çatdırılma pulsuzdur.